Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salamlayıram sizi dəyərli izləyicilər. Xoş gördük bir daha. Bu Məhərrəm ayında Allaha həmd və səna olsun ki, bir daha bizə Məhərrəm ayını nəsib etdi və bu günlərin savablarından istifadə etməyi bizə qismət etdi. İnşallah ki, bu Məhərrəm ayı bizim sonuncu Məhərrəm ayımız olmasın. Və biz önəmli nöqtələr barəsində danışırdıq ki, İmam Hüseyn əleyhissalamın məclisləri, əzasını saxlamaq bizə nə kimi təsir qoyur? Nə üçün biz bu Məhərrəm məclislərini təkrar hər il qeyd edirik, hər il iştirak edirik? İnsanlar hətta bu məclislərdə bütün varlığı ilə çalışırlar ki, nəzirlər versinlər, ehsanlar versinlər və artıq bir neçə nöqtələri qeyd etmişdik. Mən sizə vədə vermişdim ki, 10 dənə mühüm nöqtəni bu məclislər barəsində sizin nəzərinizə çatdıracağam və biz 6-cı nöqtədə qalmışdıq. 6-cı nöqtə budur ki, düşmənlə mübarizə nöqtəsi. Düşmənlə mübarizəni bizə öyrədir İmam Hüseynin məclisləri. Yəni biz bu məclislərdə iştirak edirik, bu əzadarlıqlarda, bu günlərdə ümumiyyətlə mütaliəyə, hansısa bir moizəyə qulaq asmaqla təkrar olaraq tarixi dinləyirik, tarixi faktları eşidirik və bu özü bizə düşmənlə mübarizəni öyrədir. İmam Hüseyn əleyhissalamın Aşurası, Kərbəlası, düşmənin qarşısında necə addım atmağı, necə rəftar etməyi bizə öyrədir. Qurani Kərimdə 13 surə ümumilikdə düşməni tanıtdırmaqla başlayır. Təbbət yədə Əbi Ləhəb məsələn surəsində və yaxud Fələq Nas surəsində bir çox surələrdə Allah təbarək və təala bizə düşmənşünaslığı öyrədir. Yəni düşməni bizə tanıtdırır. Və sizin üçün maraqlı olsa bu 13 surəni zamanımız yetişmədiyi üçün hər birini mən saya bilmirəm, amma siz özünüz də gedib surələrin başlıqlarına baxaraq həm Quranı təkrarən oxumuş olarsınız, həm də bu günlərdə bu bəhs üçün 13 surəni tapıb özünüz də bir yenilik edə bilərsiniz. Düşmənlə mübarizəni məhz bizə Qurani Kərimi özü öyrədir və düşməni tanıtmaqla başlayan bu surələrdə bizi agah edir ki, bəs bu şəxslər, bu kəslər sizin düşmənlərinizdir və bu düşmənlərin müqabilində biz necə rəftar etməliyik? Dinimiz bizi yəni öyrədir. Quran deyir ki, düşmənlə dost olma. İslam dini deyir ki, düşmənlə yüngül davranma, düşmənlə dost olma, düşmənə tərəf meyl etmə. Yəni bu işi yüngül tutma, təvəlla təbara bəhsi var bizim dinimizdə və düşməni ciddi tutmaq lazımdır, diqqətli olmaq lazımdır onun hilələrinin müqabilində. Düşmənə boyun əyməməyi, düşmənlə necə rəftar etməyi, qarşısında necə durmağı, necə rəftar etməyi bizə İmam Hüseyn öyrədir. Məhz İmam Hüseynin yəni davranışları bizə izzətli olmağı, düşmənin müqabilində necə rəftar etməyi, məxsusən mən deyərdim ki, hətta Kərbəla hadisəsində əsarətin özü ki baş verir, İmam Hüseynin əshabını, İmam Hüseynin əzizlərini, əhli əyalını əsarətə aparırlar. Burada ən böyük bizə dərsi məsələ xanım Zeynəb özü öyrədir. Düşmənin müqabilində sınmamağı, düşmənin müqabilində ağlamamağı, başını dik tutmağı bizə Kərbəla öyrədir. Aşura öyrədir. Bu yüzdəndir ki, bəlkə də düşmənlər çox mübarizə aparırlar ki, İmam Hüseynin əzadarlıqlarını, bayraqlarını, İmam Hüseyn üçün hansısa bir işləri görməyi aradan qaldırsınlar. Hətta düşmən o qədər İmam Hüseynin məktəbindən qorxur ki, İmam Hüseynin qarasından belə icazə vermir və qarası ilə belə mübarizə aparır. Bu yüzdən də biz diqqətimizi bu məsələyə çox yönəltməliyik və əski adət-ənənələrimizə riayət edərək İmam Hüseynin pərçəmini, bayrağını ucaltmağa davam etməliyik və bu məclislər bərpa olmalıdır mütləq şəkildə. Digər nöqtə isə Kərbəla məktəbində məhz bizə bu məktəb nəyi öyrədir? İzzətli olmağı öyrədir. Baxın, İmam Hüseyn özü çox əziz idi və izzətli bir şəxs idi. Aşuradan öyrənirik ki, mömin əzizdir, izzətlidir, özünü gərək xar və zəlil etməsin düşmən müqabilində. Bəs izzətli olmaq digər mühüm nöqtədir. İmam Sadiq əleyhissalam günlərin bir günündə Müfəzzəl deyilən bir şəxslə ki, onun yaxın səhabəsi idi, onunla söhbət edir və Müfəzzəl belə deyək ki, kasıblığa düçar olur, fəqirliyə düçar olur. Əlində heç bir şey olmadığı üçün imamdan bir məbləğ istəyir və imam Müfəzzələ bir məbləğ verir. Məbləği verdikdən sonra deyir ki, ey Müfəzzəl, ürəyinin süfrəsini hər kəsə açma.
Açma ki səni xar və zəlil edərlər. Yəni ehtiyacları bu. Hər kəsə gedib demə. İzzətini heç kəsin qarşısında sındırma. Çalış hər kəsə demə. Çünki onlar bu məsələdən istifadə edərlər, səni aşağılayarlar, səni xar və zəlil edərlər. Hətta izzət məsələsi o qədər önəmlidir ki, İslam dinində İmam Sadiq əleyhissalama onun yaxın səhabələrindən biri gəlir, bir gün müraciət edir, sual edir. Deyir ki, ey imam, yaxın dostlarım səfərə çıxırlar və bu səfərə getmək üçün mənim heç bir maddi məvacibim yoxdur. Onlar mənə təklif edirlər ki, mən onların yoldakı bütün işlərini görüm və onlara xidmət göstərim, müqabilində mənim səfərimin bütün maddi məvacibini, xərcini onlar ödəsinlər. İmam ona deyir ki, sənə məsləhət görmürəm bu səfərdə iştirak etməyə, çünki bu səfərə getmək səni zəlil və xar edər. Nəyə görə? Çünki deyir, onlar səni öz qarşılarında işlədərək sənə tənə vura bilərlər və sənə bizə borclusan kimi davranıb artığına səni işlədəcəklər, sənin şəxsiyyətini əzəcəklər. O yüzdən də yaxşı olar ki, sən bu səfərə getməyəsən, öz izzətini qoruyasan. Baxın, burada mühüm nöqtə budur ki, əgər bu xidmət, bu yəni maddi məvacibi ödəmək sadəcə ehsan, Allaha xatir bir hədiyyə olsaydı, İslamda bu qəbul olunandır. Yox, bir insana hər hansı bir şeyi verib, müqabilində onu işlətmək, onu çətinliyə salmaq səfərdə, bilirik ki, səfərdə, yəni səfər özü ağır bir şeydir və səfərin özündə, yəni xidmət etmək özü də asan bir iş deyil. O yüzdən də imam ona tövsiyə etmir, izzətini qorumasını tövsiyə edir. Bu yüzdən hər şey üçün biz əl açmamalıyıq, ağız açmamalıyıq. Kərbəla bizə bunu öyrədir ki, öz izzət və nəfsimizi qoruyaq və Kərbəla bizə öyrədir ki, əziz ol, özünü kiçiltmə başqalarının qarşısında. Hər adama ağız açma, əl açma. Hər kim çox əl açsa, onun hörməti və izzəti aradan gedər və hətta imamlardan var ki, çox əl açan şəxs hörmətli olmaz. Ona görə də müsəlmanlar, möminlər çalışmalıdır ki, hər dəfə, hər bir şey üçün rahat şəkildə əl açmasınlar, hər şəxsə əl açmasınlar, hörmətləri və izzətlərini mütləq və mütləq qorusunlar. Baxın, əsarətdə Həzrəti Zeynəb hətta icazə vermədi ki, körpə uşaqlara ac olduqları halda onlara tərəf uzadılan çörəkləri, xurmaları götürsünlər. Deyir ki, bu bizim şənimizdə deyil, bizə sədəqə düşmür və onlar bizə, yəni bizi düşmən kimi bilirlər, bizi xarici bilirlər və bizə hansısa bir şeyi tullayaraq təqdim edirlər, ataraq təqdim edirlər. O yüzdən də biz izzətli şəxsləri, biz əhl-i beytik, bizə yaraşmır ki, onlardan hər hansı bir şeyi götürək. Ac qalmaqlarına, susuz qalmaqlarına baxmayaraq, yenə də öz izzətlərini insanların qarşısında aşağı endirmirlər. Bu özü bizə böyük bir dərs verir, böyük bir nəsihət verir ki, öz izzətimizi hər şeydən, hər ucuz şeydən ötürü, dünya şeylərindən ötürü aşağı salmayaq. Bəs İmam Hüseyn həqiqətən də bizim izzətimizi qaldırmağı və əziz olmağımızı bizə öyrədir. Allah Taala bizə inşallah ki, bu məktəbi dərk edənlərdən qərar versin. İnşallah ki, iştirak etdiyiniz məclislər qəbul olsun, ehsanlarınız, nəzirləriniz qəbul olsun və bu yolda sizə müvəffəqiyyət diləyirəm. Dualarda bizi də unutmayın inşallah. Xeyir dualarınıza çox ehtiyacımız var. Gələn günlərdə yenə mövzumuzu davam edəcəyik. Sağ olun, salamat qalın.